Siz fikir vermirsiniz, bizim çox toylar əksəriyyətində bəylə gəlmişsə qanı qarıdırırlar. Xüsusən də bəy, çünki toyun axırını fikirləşir, atanı görür orada kişi. Tamamilə doğru. O nədən irəli gəlir? Hamına düzdür, burada fikir vermirsiniz bir dənə bir dənə şən bəylə gəlin görməmişəm ki, açdı şad günümüz deyil, 3 dəfə verməyəcəksiniz ki, 15 dəfə verməyəcək. Bir dəqiqə, mən başa düşürüm, sansı toyla da gidirsiniz, hansı bəylər gəlinlər görürsünüz. Atar günü bəylər gəlinlər var, Charleston oynuyorlar. Bəylər gəlinlər var, gedib paltarlarını dəyişirlər, gəlib diskotekada oynuyorlar. Belə xoşbəxtlər də var. Siz onlardan danışmırsınız, siz onlardan danışırsınız. Siz ancaq dünyanı ancaq biz görürsünüz, qara görürsünüz. Səni çıxan ola biz kimlər? Bir dənə o restoranların qabağına baxın, hamısı çoxu A, B, B, C, C. O da Azərbaycanın millətidir. Mən kasıbam, mənim sevdiyim qıza deyir ki, o qızın toyu kimi eləmək istəyir. Mənim bilsin nə acıqlı gəlir. Siz cavanlar, siz bu qədər enerjili, bu qədər optimist olmalısınız. Amma siz elə insan var ki, evində heç illərlə ət yemir, amma çıxır deyir ki, məndən yaxşısı yoxdur. Yəni, sənin qarnında toxu yoxdur. Sevcan, Bakı Dövlət Universitetində qız tanıyıram ki, atasını şofer kimi tanıdır. Atasını şofer kimi tanıdır, çünki varlı qızların içində oxuyur. Və deyir ki, atam mənim şoferimdir. O təki bizim bəlamızdır. Əgər baxırsınızsa, İlseyal gedir, adını Fəriyə qoyur. Yəni, Türkiyədə də var o, xarici ölkədə də var. Yəni, bu yaxşı deyil. İnsanlar hamısı varlı ola bilməz. Xalqın hamısı, 9 milyonun hamısı varlı ola bilməz. Siz maşından düşüb universitetə gedəndə. O, başqa universitet müəlliməsi də deməyəcək ki, niyə senin çıxan maşından düşdü universitetə gedəndə. Mənə deməyiblər hələ ki, şükür Allaha. Mənə indi dağla danışdı ki, bu niyə maşının balacadır, niyə böyükdür. Heç vaxt ömrümdə, məndə qilçə yoxdur. İndi o sənin xasiyyətidir, mən bunu mənim fikrimi deyirəm. Mən həmişə yuxarılara baxıb, küm sötürməkdənsə, aşağıya baxıb şükür eləmişəm. Və mən aşağıya baxıb şükür eləmişəm və mən həyatımda nə qazanmışam bu günə kimi. Dekan müavinə kimi yüksəlmişəm, dosentəm, bugün sabahda doktor olacaq. Və mən buna görə heç kimin ayağının altını qazmamışam, heç kimin də dalınca danışmamışam, heç kimin də nə pulunu saymışam, nə də ki ona paxıllığım olub. İctimaiyyəti fikrinə qarşıyam ona görə ki, mənim yaşadığım ərazidə bir xanım var, taksi sürücüsüdür. Mən görmüşəm, ictimaiyyətin qınağını görmüşəm, yüngül əxlaqlı qadınlara olan münasibətlərini görmüşəm, kişilərə də, qadınlara da. Amma mən eyni zamanda çox böyük şok yaşadım, ha vaxt ki, gördüm ki, o həmən taksi şoförü qadınına, o sürücüyə, qadınların da, kişilərin də çox negativ münasibətini gördüm. Halbuki o qadının həyat yoldaşı rəhmətə gedib, o 2 evladını o yolla təmin eləmək istəyir onların ehtiyacını. O nəzərə alınır. Yəni, bu həmin ictimaiyyət olduğu üçün mən bu ictimaiyyətlə heç razılaşmıram. Onun heç bir fikrini, bu həmin ictimaiyyəti ki, hansının fikirlərinə görə, məsələn, ailədə bitmiş, yəni bütün münasibətləri bitmiş bir ailəni davam etdirmək zorundadırlar. Kimə görə? Kimlərin anasına görə, bacısına görə, qohumlara görə. Mənə elə gəlir ki, ən birincisi uşaqlara görə. Ən birincisi uşaqlara görə. Bizim ailələrin formal xarakter daşımalı 90% formal xarakter daşıyır. Haradakı ərlə arvad xoşbəxt deyil, 90% uşağa görə qurban verilirsə xoşbəxtliyini. Və mən onu alqışlayıram. O, ata ilə ana arvanda, onu mən deyilsin, mən bir şey başa düşürəm. Ağac da əkirik, biz o ağac elə cansız bir ağacın qeydinə qalır. Onu vaxtında suluruq, onu bir yerdə beliyirik. O övlad sabah sən sağ ol, yaxşı övlad olacaq. Anam bacım, tək yaşayır, sən elə bir kimi tək yaşayır, nə uşaq çıxırsan, atan gedər. Onda belə çıxır ki, sabah sənin atan, Allah uzaq eləsin, valideynlərdən biri xəstələnibsə və sən bugün diskotekaya getməlisən. Sənin atan da balnitsadadır, sən onun yanında olmalısan. Sən deyirsən, atam ömrünü yaşayıb da mən gəlib diskoteka keyfini edeyim. Eyni şeydir, egoizmdir bu. Başqa şeylərdən başlayıb. Yəni, Məsələ xanım qeyd eləmişdi ki, nişanlanan bir qız, yəni bir müddət keçəndən sonra başa düşdü ki, bu insan ona çox xoşbəxt olmayacaq. Yəni özü sevib gedənlər heç onu düşünmür, özü sevib gedənlər də var ki, ailələr dağılır. Orada indi valideyn günahkar axtarır, hamımız günahkar axtarır. Yox, olmasın, xahiş edirəm. Gelin baxın, nə qədər ziyanı yarısından qayıtmaq olar. İndi mən sizə bir dənə söz deyim, hələ heç kim bilmir ki, ziyan hansıdır, qeyri-ziyan hansıdır. Sualın Fazil müəllimə odur ki, bu cür azadlıqları misal üçün bu problemləri aradan qaldırdı. Bu problemlərin aradan qalxması bizdən milli mənəvi dəyərlər itib batılmasına gətirib çıxara bilərmi? Bilirsiniz, Şimali Koreyada da insan cəmiyyət üçün yaşayır. Hamı eyni vaxtda avladı, hamı eyni vaxtda yığışdı meydana, hamı eyni vaxtda getdi və insan öz daxili tələbatını, istəyini gizlədir. Bizdə də təqribən elə bir cəmiyyət. Yəni, insanın özünü aça
cəmiyyət yoxdur. Çünki cəmiyyətin elə tabuları var ki, biz biraz da bu əxlaq dəyərlərinə münasibət dəyişməlidir. Əxlaq və əxlaqsızlıq sadəcə deyək ki, hansısa bizim qəbul elədiyimiz prinsiplər üzərində qurulmur. İnsanın hansı formada deyək ki, öz həyatını qurması insanın seçim haqqıdır. Bu seçim haqqına hörmət eləmək lazımdır. Və Türkiyədə çox sayda qadınlar mən tanıyıram ki, mən xoşum gəlməz, məsələn, siqaret çəkirlər. Amma əksəriyyəti normal, cəmiyyət içində hörməti olan, nüfuzu olan, yaxşı ailəsi olan, məscidlərin və mədrəsələrin həyatında yaxşı nüfuzu olan qadınlar. Amma Azərbaycanda qadınlar, məsələn, xəlvət siqaret çəkərlər, amma açıqda çəkməzlər. Çünki açıqda ümumiyyətlə ikisi də pisdir. Siqaret çəkirlər, səhət baxımından. Yəni, səhət baxımından Allahın verdiyi... Bizdə buna əxlaq tərəfindən baxılır. Yox, əxlaq tərəfindən baxılmır da. Mən ona görə deyirəm ki, siqaretə əgər Azərbaycanda baxsan, əxlaq tərəfindən baxarsın. Əxlaq qadın siqaret çəkir, demə bunun əxlaqi problemləri var. Amma Türkiyədə buna əxlaqi problem kimi baxılmır. Burası sağlıq problemi. Tamamilə zor. İnsana nəyisə qapadırsansa, insanlar mən sizə bir nümunə deyim də, televizyonda bizim yaşlı qadınlar, böyük əksəriyyəti, Aygün Kazımova ya kimsə verilişlərinə baxırlar. Heç biri, hamısı bir-birindən oturanda deyərlər ki, buna baxır, bu nə geylidir, bu nə hərəkətdir. Amma ayrı-ayrılıqda hamısını bir baxanda onun sərbəstliyinə, söhbət əxlaq tərəfini deyirəm. Sərbəstliyinə, rahat söz deməyinə biraz həsədlə baxır. Ki, bu özünü ifadə edir. Mən sizə bir şey deyim. Böyük əksəriyyət, həsədlə bağlayanda hamı televizyon qabağına kəsilir, axıra qədər dinləyir, axıra qədər qulaq asır, görüb nə söhbət apardı. Sadəcə saxtakar cəmiyyət olduğumuza görə. Cəmiyyət içində dediyimizi, həyatımızda öz içimizdə olanla cəmiyyət içində olanlar fərqlidir. Çünki yenə deyirəm, indi burada qeyd olunur, mən Sevinç xanım kişinə hörmətlə yanaşım. Təbii ki, onun ailə dəyərlərinin qorunması hamımız istəyərik ki, bəlli bir sürprizlər heç kim yaşamaq istəmir. Amma birinci növbədə insanın fərdi azadlığına önəm vermək lazımdır ki, özü valideyn əlindən tutub ömür boyu uşağı daşımasın. Özü daşımasın. İndi valideyni, mən sizə bir şey deyim. Azərbaycan anası və atası böyük əksəriyyət savadsızdır. Böyük ananın təhsil aldığı mühiti mən deyil. Bax, siz hamınız o institutda oxursunuz. Neçə nəfər dərziliyi bacarır? Paltar tikməyi bacarırsınız? Çox cüzi. Demək, yox, niyə bacarmalı? Məsələn, deyək ki, bir institutu qutarır. Ailə qurandan sonra böyük əksəriyyət işləmir. Müəyyən bir iş tapmaq çətindir. Sosial problemlər də müəyyən təsir edir. Mən yenə deyirəm, hər insanlar yoldaşı razı olmur. Ya yoldaşının imkanı olmur, məcbur olur, qadın çalışır. Amma ailədə hər zaman bir disbalans olur. Yəni pozulur tarazlıq. Tarazlıq ona görə pozulur ki, ya kişi yaxşı imkana sahib olmalıdır, qadın razı qalmalıdır ki, məni təmin elədir. Yaxud da qadının özü yaxşı demək işi olmalıdır, yaxşı qazanmalıdır ki, ailə sahibi... Dərziliyin nə əlaqəsi var düşünürsünüz? Dərziliyin nə əlaqəsi var? Məsələn, deyək ki, normal cəmiyyətlərdə, qadının iqtida edən, gələcək ailə qurandan sonra ali təhsildə heç çalışmadı. Sabah yoldaşım həbsdə oldu, Allah eləməmiş, yaxud da hansısa bir vəfat etdi. Ailəni dolandırmaq üçün hansı yolla... Ailə təhsilim varsa, mən gəlin mənim işlərəm. İşləmirsin, mənim yox. Yox, deyirsin ki, ailə təhsilim olan dəhsilim var. Düzdür, sən bir